Hörmətli tamaşaçılar, gününüz aydın. Xoş gəlmişsiniz İqtisadi Foruma. Bir aylıq yay tətilindən sonra yenidən verilişlərimiz efirə çıxmağa başlayır və sizi buradan salamlamağa çox şadıq. Bugünkü mövzumuz Azərbaycanın neft gəlirləri, neft gəlirlərinin idarə edilməsi. Bu məsələlərə həsr olunacaq, amma müzakirəyə keçməzdən öncə mən həmişə kimi qonaqlarımızı sizə təqdim etmək istərdim. Məndən solda yaxşı tanıdığınız Qubad müəllim İbadoğlu əyləşib. Qubad müəllim İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəridir. Məndən sağda Kənan müəllim Aslanlı əyləşib. Kənan müəllim iqtisadçı ekspertdir. Kənan müəllimin sağında Məhəmməd müəllim Talıblı əyləşib. Məhəmməd müəllim İqtisadi İnnovasiyalar Mərkəzinin rəhbəridir. Hörmətli qonaqlar, xoş gəlmişsiniz İqtisadi Foruma. Siz bizim verilişlərdə bir neçə dəfə iştirak etmişsiniz və həmişə söhbətlərimiz maraqlı olub. Ümid edirəm ki, bugünkü müzakirəmiz də tamaşaçılar üçün maraqlı olacaq. Hörmətli tamaşaçılar, qeyd etdiyim kimi bugünkü söhbətimiz neft gəlirlərinə həsr olunacaq. Neft gəlirlərinə hansı amillər təsir edir? Neft gəlirlərinin iqtisadiyyata ümumiyyətlə təsiri nədən ibarətdir? Neft gəlirləri sahəsində ümumiyyətlə gözləntilər nədən ibarətdir? Gələcəkdə biz nələri gözləyə bilərik gəlirlər olaraq? Bax, bütün bu suallar ətrafında bugün müzakirələrimizi aparacağıq. Amma mən istəyərdim ilk sualı məhz təsirlərdən başlayaq. Yəni, ölkəmizin gəlirlərinə, neft gəlirlərinə əsas təsir edən amillər hansılardır? Bunları bir nəzərdən keçirək və bu sahədə nələr gözlənilə bilər? Onlara da bir nəzər salaq. Mən istərdim birinci sualla, bu sualla Kənan bəy sizə müraciət edeyim. Bu iki əsas amil biz bilirik, neft gəlirlərinə təsir edən. Birincisi təbii olaraq hasilatın həcmidir, ikincisi də qiymətlərdir. Bax, bu sahədə siz nələri bizə burada qeyd edə bilərsiniz? Yəni, hazırki durum nədən ibarətdir? Gözləntilər nədən ibarətdir? Buyurun. Təşəkkür edirəm Sabit bəy. Doğrudan da neft gəlirlərinin miqyasına və miqdarına təsir edən iki əsas faktor neftin dünya bazarındakı qiymət səviyyəsi və ölkədəki xam neft hasilatının səviyyəsidir. 2011-ci ildən etibarən Azərbaycanda xam neftin hasilatının həcmi azalmaqdadır. 2010 və 2009-cu ilə nisbətən 2011-ci ildə 2010-cu ilə nisbətən təqribən bir 10-11% azalma qeyd alınıb və bu il ərzində, 2012-ci il ərzində də bu azalma davam edir və 2012-ci ilin ilk 7 ayın nəticəsinə görə hasilat ötən ilin müvafiq dövrünə görə 4,8% azalıb. Eyni hasilat Ayırdeneşin hasilatına da aiddir, Beynəlxalq Əməliyyat Şirkətinin hasilatına aiddir və Ayırdeneşin hasilatında azalma həm xam neftdə, həm təbii qazda müşahidə olunur. Səbəbləri isə sözün açığı ictimaiyyətə tam bəlli deyil, daha doğrusu müxtəlif açıqlamalar gəlir. BP və BP-nin aparıcı olduğu Beynəlxalq Əməliyyat Şirkəti daha çox texniki səbəblərlə əlaqələndirirlər. Dövlət neft şirkəti isə bunun məqsədli bir addım olduğunu irəli sürür. Yəni, Azərbaycan tərəfinin hasilatın səviyyəsini müəyyən bir rəvan həddə saxlamaq siyasətinin nəticəsi kimi göstərirlər. Ancaq istənilən halda bu azalma var. Ancaq bu azalmaya baxmayaraq Amma əsas bir amil də var ki, biz bu deyə fincandan suyu içdikcə azalır orada. Bəli. Yəni, getdikcə onsuz da azalmanı biz obyektiv səbəb olaraq müşahidə edəcək. Yəni, ehtiyatların azalmağını nəzərdə tutursunuz da. Bəli, yəni, yeni yataqlar işə düşməyəcəksə, təbii ki, azalma müşahidə olunacaq. Bununla bağlı da sözün açığı fikirlər ziddiyyətlidir. Azərbaycan geoloqlarının fikri ilə, məsəl üçün, xarici geoloqların fikri həmişə bir-birindən kəskin fərqlənib. Azərbaycan tərəfi həmişə ehtiyatların çox olduğunu iddia edir. Xarici, deyək ki, BP-nin hesabatlarında isə bu ehtiyatlar daha az göstərilir. Eyni zamanda son illər Azərbaycan yeni qaz yataqlarına bağlı məlumatlar olsa da yeni neft yataqlarına bağlı ancaq informasiyalar Azəri-Çıraq Günəşlinin dərin layları ilə bağlıdır. Hasilatla bağlı istəyirsiniz çox vaxt almadan bu qədər. İndi isə qısa şəkildə neftin qiymətlərlə bağlı vəziyyətə toxunaq. Çünki bu sahədə mənzərə həddən artıq dramatik və dəyişkəndir. Təsəvvür edin ki,
2012-ci ilin mayında əvvəlki illərdə olduğu kimi büdcəmizə dəyişiklik edildi və eyni zamanda büdcədə neftin qiyməti də 80 dollardan 100 dollara qaldırıldı. Çünki müəyyən qədər proqnozlar optimist idi və bundan cəmi bir həftə sonra neftin qiyməti kəskin endi, hətta Texas markalı neftin qiyməti 90 dollardan da aşağı endi. Yəni neftin qiyməti bütün ekspertlər bu fikirlə razılaşır ki, qətiyyən proqnozlaşdırıla bilən deyil. Təsəvvür edin ki, neft ixrac edən ölkələrin birliyi olan OPEC 2004-cü ildə 2005-2025-ci illərə əhatə edən bir hesabat yayımladı və bildirdi ki, önümüzdəki illərdə, yəni nəzərdə tutulurdu 2005-2006-cı illərdə neftin qiymətində kəskin azalma olacaq. Amma bunun əksinə 2 dəfə artım oldu. Yəni bu proqnozlaşdırıla bilməyən mahiyyət Azərbaycan tərəfindən də o proqnozlaşdırma işini çətinləşdirir. Bütövlükdə baxanda isə artıq son dövrlərdə bir sıra faktorların təsiri ilə biz bir qədər əks tendensiyanı görürük və büdcəyə dəyişiklik ediləndən sonra neftin qiymətindəki azalma bir qədər gərginlik yaratmışdı. Hətta hökumət və parlament nümayəndələrinin fikirlərində il ərzində ikinci dəfə büdcəyə baxma ehtimalı dilə gətirilirdi. Ancaq son dövrlərdə neftin qiymətindəki toparlanma bir qədər arxayınçılıq gətirib. Neftin qiymətinə dünya bazarında təsir edən faktorlar, o cümlədən bizim Azərlight markalı neftin də qiymətinə təsir edir. Bu faktorlara qısa-qısa toxunaq, izləyicilərimiz də bilsinlər ki, niyə neftin qiyməti bu qədər dəyişkəndir? Bu ilk növbədə neft ixrac edən ölkələrin birliyi olan OPEC və OPEC-dən kənar neft ixracatçılarında hasilatın səviyyəsindən asılıdır ki, son dövrlər xüsusən Şimal dənizində Britaniya və Norveç burada hasilatla məşğuldur. Hasilatın səviyyəsinin azalmağı, deyək ki, qiymətləri artım yönündə təsir edir. Eyni zamanda digər bir faktor həm inkişaf etmiş ölkələrdə, həm Çin və Hindistan kimi inkişaf etməkdə olan sənayeləşmiş ölkələrdə neftdə olan tələbatdır. Digər bir faktor birjalarda spekulyativ kapitalın hərəkətidir. Hansı ki, son dövrlərdə Avrozonadakı problemlə bağlı bir qədər optimist rəyin yaranması spekulyativ kapitalı yenidən neftə istiqamətləndirdi və bu da neftin qiymətlərinə artırıcı təsir göstərdi ki, bu proseslər daha çox baş verir 3 birjada dünyada, London, New York və Singapurda. Belə deyək də, dünyada neftin qiyməti bu tali bu 3 şəhərdə həll olunur. Eyni zamanda çox önəmli faktorlardan biri, həddən artıq və maraqlı faktorlardan biri yaxın şərqdə baş verən proseslərdir. Son 50 ildə neftin qiymətinin dinamikasına baxanda burada ən mühüm determinantlar birinin yaxın şərqdə baş verən hadisələr olduğunu görərik. 70-ci illərdən Ərəb-İsrail konfliktindən tutmuş, 90-cı illərin əvvəlində Körfəz savaşına qədər, daha sonra son dövrlərin ən böyük sıçrayışı 2003-də Amerikanın İraqı işğalı olmuşdu və hal-hazırda həm Ərəb ölkələrində, Suriyada və İran ətrafında baş verənlər bu qiymətə hələlik artırıcı təsir göstərir. Yəqin başqa amillərdə qeyd etmək olar. Siz razı olarsınız ki, neftin qiymətinə kifayət qədər güclü təsir göstərən Amerika Birləşmiş Ştatlarıdır. Yəni, buradakı o ehtiyatlara dair siyasət ən mühüm, bəli, əslində 4-5 faktordan biri də odur. Yəni, ABŞ həmişə öz strateji neft ehtiyatlarını istifadəyə açacağını bəyan edəndə bu neftin qiymətinə təsir göstərir və müəyyən qədər belə deyim, ucuzlaşdırıcı təsir göstərir. Və ən son olaraq ABŞ tərəfi bir növ öhdəlik götürdü ki, əgər İran ətrafında baş verən hadisələr gərginləşərsə və bu da neftin qiymətini həddən artıq kəskin artırarsa, bu zaman qarantiya kimi, xüsusən tərəfdaş ölkələrdə daha çox xərcləmələr olmasın deyə bir qarantiya kimi ABŞ öz ehtiyatların daha böyük həcmin istifadəyə aça bilər. Bu da önəmli bir faktordur. Yəqin biz bir faktor haqqında da danışa bilərik. Bu da ümumiyyətlə dünyada alternativ enerji mənbələrinə diqqətin artmasıdır. Yəni, belə bir siyasət gündəmdədir. Biz bilirik ki, Avropa Birliyinin deyək ki, 2020-ci ilə olan strateji məqsədləri 20% demək, ənənəvi mənbələrdən alternativ enerji mənbələrinə keçiddir. 20% ümumiyyətlə enerjiyə qənaət etməkdir və s. Yəni, belə Amerika Birləşmiş Ştatlarını götürsək, elə Obama yeni seçilmişdi, yeni enerji siyasətini elan etdi və orada da əsas prioritet məhz o
alternativ enerji mənbələri göstərilmişdir ki, başqa bir amil də var, yəqin razılaşarsınız. Bu da Slanets deyirlər. Slanets qazıdır ki, demək onun... Bir faktor da var, bu daha çox deyək ki, şərq bazarı ilə bağlıdır. Çünki bilirsiniz ki, indi hətta beynəlxalq analitiklər deyirlər ki, dünya iqtisadiyyatının taleyi heç də Avropa istehsalçılarından deyil, Asiyada yerləşən istehlakçılardan asılıdır və bugün Çində və Hindistanda baş verən iqtisadi proseslər və eyni zamanda deyək ki, Yaponiyada əgər nəzərə alsaq, ötən ilin əvvəlində baş vermişdi Fukushima qəzası və onun təsirindən də bu qiymətlərdə müəyyən mənada artıma doğru təsirlər. Orada tələbat artır, orada müəyyən deyək ki, daha çox istehlaka yönələn tələbatın yüksəlməsi neftin qiymətinin bahalaşmasına gətirib çıxarır. Yəni biz əgər 2011-ci ilin qiymətlərin trayektoriyasına nəzər salsaq, bəlli olacaq ki, 2011-ci ildə ən yüksək qiymətlər $120 yüksək artıq qiymətlər birinci rübdə qeyd alınıbdır və birinci rübdə də dünya deməli arenasında iki mühüm hadisə baş verib. Biri demək yaxın şərqdə siyasi böhranlar və hakimiyyət dəyişiklikləri, ikincisi isə demək uzaq şərqdə Yaponiyada qəza və onun təsirindən sonra da eyni zamanda qeyd eləmək olar ki, məhz həmin rübə təsadüf eləyən Hindistanda və Çində istehlakçıların enerji resurslarına olan tələblərinin artması. Yəni, düşünürəm ki, bu faktorlarda qiymətə artırıcı təsir göstərən amillər siyasındadır. Qubad müəllim, siz qeyd etdiniz iqtisadiyyata ümumiyyətlə neft qiymətlərinin təsiri. Mən istəyərdim, Məhəmməd müəllim, ümumiyyətlə təsir haqqında, iqtisadiyyata təsir haqqında, gəlirlərin, neft qiymətlərinin bu barədə nə deyə bilərdiniz? Buyurun. Düşünürəm ki, birinci həmkarlarımın toxunduğu dünyadakı neftin qiymətinin dəyişilməsinə təsir edən amillərə əlavə bir neçəsini əlavə eləmək olar. Təbii ki, ağır çəkilləri həmkarlarım qeyd etdi. Amma burada təbii ki, mövsümü faktorlarında rolu var. Deyək ki, qış və yay aylarında neftə olan tələbin dəyişilməsi də neftin qiymətini bu və ya başqa şəkildə dinamikasına təsir eləyir. Eyni zamanda psixoloji faktorlar var. Treyderlərin davranışları vardır burada. Eyni zamanda çoxlu sayda təbii ki, burada hətta neft kəmərlərində hər hansı bir partlayışın olması da neftin qiymətinə təsir eləyə bilir. O cümlədən Amerikanın... Cari əgər bazarda konjunktura dəyişirsə, situasiya dəyişirsə, tələbat, təklif deyək ki... Kəmər vasitəsilə axan partlayış zamanı da hasilatın da kvotasına bir o qədər təsir edir. Təbii ki, çox sayılı burada səbəblər qeyd etdik. Amma ümumilikdə Azərbaycan iqtisadiyyatına daha çox təsirlər nədən ibarətdir? Mən düşünürəm ki, Azərbaycan iqtisadiyyatında bunun təsir kanalları bir neçə makroiqtisadi göstərici vasitəsilə ötürülür. Birincisi, xüsusilə qeyd edilmək olar ki, ümumi daxili məhsulda neft sektorunun dominant rolunu qeyd etmək lazımdır. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatında neft sektorunun xüsusi çəkisi 52-55% arası dəyişir 2010 və 2011-ci illərdə. Və həmin illərdə qeyd edeyim ki, 2010-cu ildə Azərbaycanda bilirsiniz ki, 55% təşkil etmişdirsə, 2011-ci ildə bu rəqəm 52%-ə düşdü. Və qeyd edeyim ki, Azərbaycanda ümumiyyətlə ümumi daxili məhsul neft sektorunun xüsusi çəkisinin artması həm də ölkədə iqtisadi artımları şərtləndirir. 2006-2007-ci ildə ölkədə iqtisadi artımlar 33.4%-ə qədər qalxmışdısa, son 4 ildə artıq iqtisadi artımlar 25-33% arası dəyişilmişdir. Bu, onu göstərir ki, əslində iqtisadi artımların özləri ÜDM və neft sektoru arasında qarşılıqlı və sıx bir əlaqə və asıllıq mövcuddur. Ona görə də ölkənin ümumiyyətlə iqtisadiyyatında əsas neft sektorunun xüsusi rolunun azaldılmasına ehtiyac var. İkincisi, makroiqtisadi göstəricilərdən olan büdcə daxil olmalarında neft sektorunun xüsusi çəkisi böyükdür. Bilirsiniz ki, 2012-ci ilin proqnozlarına görə artıq büdcə daxil olmalarında 74% neft sektorundan daxil olmaları təşkil edəcəkdir. Bunun 60.3% dövlət neft fondundan büdcə edilən transferlərlə bağlıdır. Yerdə qalan 14% isə ümumiyyətlə neft sektorunda çalışan transmil neft korporasiyalarının büdcə ödədikləri vergilər hesabına formalaşacaqdır. Və Azərbaycanda bilir ki, ümumiyyətlə neftsiz büdcə gəlirləri də azalır. Yəni,
büdcədə ümumiyyətlə qeyri-neft büdcə gəlirlərinə də diqqət edəndə görürük ki, bizim bununla bağlı bir araşdırmamız oldu. Burada biz gördük ki, Azərbaycanda 2010-cu ildə Azərbaycanda adam başına düşən qeyri-neft büdcə gəlirləri $494 təşkil edirdisə, misal üçün bu Cənubi Qafqaz Respublikalarında, o cümlədən Ermənistan və Gürcüstanda $613 Ermənistanda və $714 Gürcüstanda təşkil edirdi. Orta Asiya Respublikalarında Qazaxıstanın neftlə zəngin ölkə olaraq qiymətləndirəndə bu $1300 üzərində qiymətləndirilirdi. Bu onu göstərir ki, əslində ölkə iqtisadiyyatında büdcə daxil olmalarında bizim 4 manatdan 3 manatımız məhz neft sektorundan daxil olmalar hesabına formalaşır. Buna görə də büdcə daxil olmalarında da neft sektorunun xüsusi rolunun azaldılmasına ehtiyac var. Üçüncü istiqamət düşünürəm ki, xarici ticarət dövriyyəsində artmalarla bağlıdır. Bu söhbət ondan gedir ki, ölkədə ümumiyyətlə ixracatda neft və neft məhsullarının xüsusi çəkisi artıqdır. Bilirsiniz ki, bu Azərbaycanda faktiki olaraq 94,5% məhz ixracatda neft və neft məhsulları təşkil edir. Və maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycanda dünyada ümumiyyətlə neftin ortalama qiymət səviyyəsi yüksək olanda Azərbaycanın da xarici ticarət dövriyyəsi artır, ixracat imkanları böyüyür. Misal üçün, mən böhran ərəfəsi 2008-ci ilə nəzər yetirəndə görürük ki, hətta bilirik ki, neftin qiyməti $147 qədər artdı. Bu zaman həmin il 2008-ci il. Bəli. Artıq həmin il dünyada neft ilin axırına gəldi 30-a yaxın. Bəli, amma neftin il üzrə ortalama qiyməti $98 həddində qiymətləndirildi. Həmin Azərbaycan xarici ticarət dövriyyəsi $54,5 milyard çatmışdı. Amma 2009-cu ildə biz gördük ki, neftin ümumiyyətlə illik ixracat orta qiyməti isə $61 səviyyəsində, yəni 30% enmələr baş verdi. Amma xarici ticarət dövriyyəmizdə bizim 3 dəfə azalmalar baş verdi. Həmin il 2009-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 18,6 milyarda düşdü. Yəni, bu da göstərir ki, əslində ixracatda da Azərbaycan neftinin çox olması Azərbaycanın həm hasilatının artması, həm də əlverişli qiymət Azərbaycanın xeyrinə dəyişməyəndə Azərbaycanın xarici ticarət dövriyyəsi azalmağa doğru gedir. İndiki halda qiymətləndirəndə görürük ki, Azərbaycan ixrac etdiyi məhsulların 5%-i məhz qeyri-neft məhsullarıdır. Bu isə onu göstərir ki, Azərbaycanda sənaye müəssisələrinin işlənməsi, istehsal yönümlü müəssisələrin işlənməsi, rəqabətə davamlı məhsulların ixrac imkanları kifayət qədər azdır. Və dördüncü istiqamət xüsusilə mən onu qeyd edərdim ki, bilirsiniz ki, neftin bahalaşması eyni zamanda neftlə zəngin ölkələrdə pozitiv bir əhval-ruhiyyə yaradırsa, neftdən məhrum ölkələrdə bu negativ əhval-ruhiyyə doğurur. Çünki həmin ölkələr məhz neftdən məhrum olan ölkələrdir. Onların baha qiymət aldıqları nefti, onlar sənaye müəssisələrində ya sənaye istifadəsində daha çox məhz komponentlərdən istifadə edərkən, onlar yenə də onu baha qiymətlə aldığı nefti də öz mal və xidmətlərinin üzərinə gəlirlər. Bu zaman məlum olur ki, həmin Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanda hər hansı məhsulları ixrac edərkən, biz həmin ölkələrə ixal edərkən, məlum olur ki, onlarda neft məhsulları xüsusi çəkisi artıq olduğu üçün əlavə olaraq həmin o bahalaşmış inflyasiya ölkəyə daxil olmağa başlayır ki, bunu bizim iqtisadçılar ixal inflyasiyası kimi qiymətlənir və ümumilikdə həmin vətəndaşlarımız daha artıq neftin qiyməti qalxması hesabına daha çox istehlak mallarını daha artıq vəsaitlər xərcləyir. Ona görə ki, Azərbaycanda Statistika Komitəsinin də məlumatında göstərilir ki, Azərbaycanda daxili istehsalın istehlak malları ilə bağlı tələbatın 45%-ni daxili istehsal hesabına formalaşdırırsa, biz 55%-ni ithal hesabına həyata keçiririk. Bu zaman təxminən bizim istehlak etdiyimiz məhsulların yarısını biz deməli qiymətlərin bahalaşması hesabını əldə edirik. Bu zaman əlavə vəsaitlər xərcləyirik. Beşinci və sonuncu istiqamət mən düşünürəm ki, onunla bağlıdır ki, burada fiskal məsələ deyil, daha çox monetar məsələ rol oynayır. Burada söhbət ondan gedir ki, dünyanın valyuta bazarında neftin qiyməti dəyişərkən avro və dollar münasibətləri də kəskinləşir və avronun dollar üzərində əlavə dəyər qazanması dolların ümumiyyətlə azalmasını, mövqeyinin itirilməsinə gətirir, çıxarır. O isə o deməkdir ki, indi siz bu sahədə kifayət qədər ciddi mütəxəssis və bilirsiniz ki, Azərbaycan bütün kontraktları əldə olunmuş gəlirlər, məhz neft ABŞ dolları ilə aparılır. Bu zaman ABŞ dollarının avroya nisbətdə dəyərinin itirilməsi nəticə etibarilə həmin neft dollarlarını sanki sterilizasiya edir, yəni zərərsizləşdirir, bir qismini əhəmiyyətsizləşdirir. Ona görə də düşünürəm ki, bu və saydığım və saymadığım çoxlu sayılı
bağlı faktorlar onu göstərir ki, Azərbaycanda ümumiyyətlə neft sektorunda makroiqtisadi göstəricilərdə rolu böyükdür və ona görə də Azərbaycan sanki iqtisadiyyatının gəlirləri neft gəlirlərindən asılıdır. Bizim neft gəlirlərimiz isə dünyadakı neftin konjunktur qiymət dəyişindən kifayət qədər asılıdır. Çox sağ olun, Məhəmməd. Murad müəllim, nələri gözləmək olar? Səbəb, mən əvvəlcə istəyərdim bu iqtisadiyyata təsirlər məsələsinə də toxunum, sonra isə gözləntilərimizdən danışım. Əslində, yəni bilirsiniz, biz İqtisadi Tədqiqatlar Mərkəzi olaraq inflyasiyanın determinantları ilə, ona təsir göstərən faktorlarla bağlı həm tədqiqat aparmışıq, həm də hər ay demək olar ki, qiymətlər üzərində statistik müşahidə aparır. Bu, Məhəmməd müəllimin o fikri ilə ki, bizdə idxal inflyasiyası, bütövlükdə inflyasiyanı yaradan əsas amildə onunla razılaşmaq istəmirəm. Çünki məsələ bundan ibarətdir ki, bizim bilirsiniz, idxal dövriyəmizdə əsasən Avrozona üstünlük təşkil edir və bugün Avrozonadakı həm suveren borc böhranı, həm Avrozonadakı səhim qiymətlərindəki indekslərin dəyişməsi, bütövlükdə orada deməli, avronun məzənədən düşməsi son nəticədə idxal malların ucuzlaşmasını şərtləndirmişdir. Məsələ bundan ibarətdir ki, bugün bizim neftin iqtisadiyyata təsirlərindən danışanda əslində daxildə neftin inflyasiya yaradıcı gücü xaricdən idxal inflyasiya ilə müqayisədə kifayət qədər yüksəkdir. Bilirsiniz ki, ticari və qeyri-ticari sektorlarda qiymətlərin artım səbəbini biz təhlil edəndə məlum olur ki, qeyri-ticari sektorda qiymətlərin artımının kifayət qədər yüksək templə baş verməsinin əsas səbəblərindən biri ölkəyə xeyli neft pullarının daxil olmasıdır. Və ölkədə bu xidmətlər bazarındakı inflyasiyanın əsas hərəkət verici qüvvəsi bunlardan ibarət olur. Və digər istiqamətlərdə isə mən qeyd eləmək istəyirəm ki, bizim neft gəlirlərinin iqtisadiyyata təsirindən danışarkən, yəni bu günləri həm də real sektorda baş verən proseslərdə ki, kənd təsərrüfatı məhsullarının nədən idxal malları ilə müqayisədə baha olması, yerli məhsullar, onun da əsas səbəblərini əslində bugün Azərbaycanda neftin aparıcı rolu ilə əlaqələndirmək mümkündür. Və eyni zamanda mən qeyd eləmək istəyirəm ki, biz idxal mallarının qiymətini pərakəndə satış qiyməti ilə müqayisə elədik və məlum oldu ki, Azərbaycana daxil olan idxal malların qiyməti o qədər də baha deyil. Sadəcə pərakəndə satış qiymətinin baha olması gömrükdən çıxan malların sonradan süni yollarla deyək ki, o hökmran mövqedə olan ayrı-ayrı şirkətlərin monopol meyilləri ilə, monopol qiymətləri ilə bahalaşması prosesi inflyasiya yaradan əsas proseslərdən biridir. Digər tərəfdən neftin iqtisadiyyatında təsirindən danışarkən heç də biz bu günləri Azərbaycanda dövlət xərcləmələrinin əsas mənbəyi olan daxili investisiyaları unutmalı deyilik. Çünki bugün Azərbaycanda həm infrastruktur, həm sosial sahədəki xərcləmələrin böyük əksəriyyəti məhz neft gəlirləri hesabına, oradan gələn vəsaitlər hesabına deməli maliyyələşdirilmişdir. Və bu fiskal baxımdan Azərbaycanda gedən siyasətdə əhəmiyyətli bir rol oynayır və təbii ki, daxili investisiyaların, xərcləmələrin çox olması inflyasiya yaradan amillərdən biridir. Amma digər tərəfdən niyə də xərcləməyək? Bu qədər problem varsa ölkədə, mən təbii ki, onun əleyhinə çıxmıram. Yəni, mən sadəcə olaraq hesab edirəm ki, xərcləmələr səmərəli olmalıdır, xərcləmələr eyni zamanda şəffaf olmalıdır. Bugün dünya bazarında gedən proseslər hamıya bəllidir. Yəni, suveren borc böhranı Avrozonada demək olar ki, səngimək bilmir. Baxmayaraq ki, ötən illəri səhim bazarı indekslərində müsbət dəyişikliklər baş verəndə proqnozlar ondan ibarət idi ki, bu il ərzində Avrozonada suveren borc böhranı yumuşalacaq və Avrozonada dirçəlmə baş verəcək. Amma bu baş vermədi və mən hərdən deməli bu təhlillər aparanda görürəm ki, Azərbaycan Dövlət Neft Fondunun deyək ki, həm risklərin idarə edilməsi ilə bağlı, həm investisiya siyasəti ilə bağlı strategiyasında kifayət qədər məntiq var. Çünki məsələ bundan ibarətdir ki, onlar istəyirlər ki, aşağı riskli və aşağı gərirli, aşağı dəyişkənli, sabit gərirli fəaliyyətlərə, vəsaitlərə yönəlsinlər. Aşağı risk olanda gəlir də aşağı olur. Gəlir də aşağı olur və sadəcə olaraq qiymət dəyişikliyi də aşağı olur. Məsələn, deyək ki, Azərbaycan Dövlət Neft Fondu ötən illəri bu istiqamətdə müəyyən dəyişikliklər elədi. Məsələn, korporativ qiymətli kağızların payını ümumi investisiya qoyuluşunda çoxaltdı. Amma suveren borcların payını azaltdı. Yəni, təbii ki, suveren borclar əsasən bilirsiniz ki, Avrozonadadır və o baxımdan da mən hesab edirəm ki, bu dünya iqtisadiyyatına baş verən dəyişikliklərə reaksiyadan irəli gələn bir qərarlardır. Məsələn, biz qərar verdik ki, artıq qızıla investisiya qoyaq. Azərbaycan Dövlət Neft Fondu qızıl almağa başlayıbdır və ötən ilin iqtisadiyyatında, dünya iqtisadiyyatında qiymətləri nəzərdən keçirəndə ən çox artıma malik olan
deməli, əmtələrdən biri də qızıl olubdur. Hətta 1900 dollara kimi bahalaşıbdır. Orta sabit qiymət isə bir ünsiyası 1600 dollar səviyyəsində olubdur. Yəni, mən bir şey demək istəyirdim ki, burada yəni, bizim neft gəlirlərinin idarə edilməsi o qədər də asan məsələ deyil, kifayət mürəkkəbdir. Xüsusilə də biz əgər dünya bazarına çıxırıqsa və ən vacib məsələlərdən biri məhz o bizim valyuta səbətində neft gəlirlərinin 40%-nin avro ilə saxlanılmasıdır. Və avronun dəyərdən düşməsi, bilirsiniz ki, neft gəlirlərinin də yəqin ki, məzənnə fərqindən içkilərinə gətirib çıxaracaqdır. İndi ötən il bu baş veribdir, əvvəlki illər də var, bu illəri daha çox baş verəcəyini biz gözləyirik və bir gözləntimiz bundan ibarətdir. İndi Azərbaycanda kommersiya bankları demək olar ki, avro ilə əməliyyatlar aparmıram. Azərbaycan hökumətinin strateji valyuta ehtiyatlarının demək olar ki, əsas hissələrindən biri dollardadır, amma ondan sonra isə Avropayı kifayətlər yüksəkdir. Və neft gəlirlərinin təsirindən danışarkən təbii ki, manatın məzənnəsinin... Amma digər tərəfdən, Qubad bəy, bugün hansı, deyək ki, növ valyutaya etibar etmək olar? Amma yəni, müəyyən dünya bazarında proseslər gedir. Məsələn, deyək ki, krona etibar artıbdır. Yeganə optimal yol o balanslaşdırmaqdır o səbətin içərisində. Azərbaycan manatı ilə də ola bilər ki, mən demirəm ki, külli miqdarda bir qismini Azərbaycan manatı ilə də biz idarə etmə və yaxud da investisiya istiqamətlərində və yaxud da yeni qərara görə artıq Rus rubluna və Türk lirəsində də vəsaitlər saxlana bilər, o da bir variant. Hətta əmlakına da ola bilər. Yəni, bu zaman valyuta səbətində diversifikasiya siyasətini həyata keçirmək daha doğrusudur. Təbii, mən də razılaşıram o fikirlə. Valyuta səbətinin diversifikasiyası daha da genişləndirilməlidir ki, biz bu dünya bazarında baş verən dəyişikliklərdən çox təsirlənməyək. Sizin sualınıza gəlincə, gələcək gözləntilər. Əvvəlcə mən demək istəyirəm ki, indiyə qədər bizim ümumiyyətlə neft gəlirlərimiz nə qədər olubdur. İstərdim tamaşaçılarımız da bu barədə məlumatı alsınlar. Ola bilər bəziləri məlumatlıdırlar, amma bu il iyulun 1-nə olan məlumata görə Azərbaycanda təxminən 60,6 milyard demək manat səviyyəsində Azərbaycan dövləti neftdən gəlirlər qazanıb. Bütün illər ərzində söhbət dövlət neft fonduna yığışan vəsaitdən gedir və biz bunun deməli 2002-ci ildən başlayır. Bəli, və biz bu vəsaitin demək olar ki, həmin dediyim tarixə 33 milyard manatını xərcləmişik. Yəni yarıdan biraz çoxunu. Bizim hesablamalar göstərdi ki, 54,6%-ni xərcləmişik iyulun 1-i tarixinə və bizim yığımlarımız isə 32 milyard 666 milyon dollardır. Bu manatla deyil, o baxımdan da deyək ki, bugün əldə etdiyimiz bundan ibarətdir. 32 milyard 666 milyon dollardır, bəli. Bu bizim yığımlarımızdır. Milyard dollar. Milyarddır, bəli. Milyard dollar. Bəli. Və bizim deməli Dövlət Neft Fondundan aldığımız məlumatlara görə, Dövlət Neft Fondunun hesablamalarına istinadən, əgər dünya bazarındakı qiymətləri yaxın 12 il üçün 80 dollar səviyyəsində bir barrel ilə götürsək, onda məhz əsrin kontraktından və eyni zamanda deməli əsrin kontraktından söhbət Azəri-Çıraq günəşli yatağından gedir. 145 milyard 300 milyon dollar Azərbaycana vəsait daxil olacağı gözlənilir. Hansı ilə deyirsiniz? Söhbət 2012, 2013, 2024-cü illər daxil olmalı. Yəni kontraktın sonuna qədər, bəli. Bu, deməli, 12 ildə orta hesabla götürəndə Azərbaycanda neft gəlirləri 12,1 milyard manat olacaq. Və eyni zamanda Dövlət Neft Fondunun həm də qaz gəlirlərindən bağlı açıqlamaları var və həmin dövrdə yaxın demək olar ki, 12 ildə söhbət yenə 2013-dən, 2024-dən gedir. Azərbaycana orta hesabla da 1,1 milyard qaz gəlirləri daxil olacaq. Və üstə götürəndə Azərbaycanın neft və qaz gəlirləri orta illik göstəricisi 13,3 milyard deməli dollar səviyyəsindədir. Və bu tendensiya baxanda neft gəlirlərinin hələ 2015-ci ilə kimi, əgər orta qiymət 80 dollar olarsa, artımı gözlənilir. Amma mümkündür ki, 2015-ci ildən sonra artıq enişə başlayaq. Amma qaz gəlirlərində isə baxmayaraq ki, qaz gəlirləri böyük deyək ki, gəlirlərdən söhbət getmir. Qaz gəlirlərində söhbət yalnız mən Şahdənizdən əldə edilən qaz gəlirlərdən söhbət edirəm. Təxminən qazdan əldə olunan gəlirlər neftdən deyək ki, ekvivalent götürsək, biz bilirik ki, 1000 kubmetr bir ton neftin ekvivalentidir. Yəni, tamaşaçılarımız üçün deyə bilərik də, yəqin ki, qazdan əldə olunan gəlirlər təxminən bir 7-8 dəfə
neftdən əldə olunan gəlirlərdən az olur, elədirmi? Elə bizim hesablamalarımız da göstərdi ki, neft gəlirlərinin azalmasından Azərbaycan iqtisadiyyatının itkisinin yalnız 15%-ni qaz gəlirlərinin artımı kompensasiya eləmək imkanındadır. Məsələn, 2015-ci il səviyyəsindən 2024-cü ildə biz 8 milyard dollar az neft gəlirləri əldə edəcəyik. Amma həmin dövrdə bizim qaz gəlirlərimizin cəmisi artımı, yəni 2024-2015-ci illə müqayisə edəndə cəmisi 1,1 milyard eləyir. Yəni belə götürəndə orta göstərici qaz gəlirlərinin, neft gəlirlərinin kompensasiya eləmək qabiliyyəti 15%-dir. Maraqlı məsələlərdən biri ondan ibarətdir ki, qaz gəlirlərində də bizdə ən yüksək proqnoza görə artım olacaq. 2021-ci ildə 2021-ci ildən sonra yenə qaz gəlirlərinin sabitləşməsi və azalması prosesi gedir. Amma şəxsən mən düşünürəm ki... Amma digər yataqlar işə salınmasa, söhbət Şah dənizdən gedir. Digər yataqlar işə salınarsa, təbii ki, bizim digər yataqlardan da gəlirlərimiz çox ola bilər. Məsələn, mən neft yataqları... Çünki təsdiq olunmuş ehtiyatlar, qaz ehtiyatlar kifayət qədər böyükdür. Kifayət qədər böyükdür. Yəni, ən azı 50-100 il üçün 100 il üçün Azərbaycan nəinki özünü təmin edəcək, hətta... Amma məsələ bundan ibarətdir ki, ən böyük ehtiyatımız da Şah dənizdədir. Biz söhbət istismar olunan qaz yataqlarından gedir. Məsələn, neft yataqları sırasında da siz gözəl bilirsiniz ki, istismar olunan çoxlu yataqlar var. Ən böyük yatağımız Azəri Çıraq Günəşlidir. Ona görə demək, Dövlət Neft Fondu Azəri Çıraq Günəşli və Şah dənizin bazasında bir hesablamalar aparıbdır. Məsələn, mən 2011-ci il ərzində mənfəət neftinin və qazın satışı üzrə gəlirlərinin yataqlar üzrə strukturuna baxıram. Təsəvvür edirsiniz ki, Azəri Çıraq Günəşli 2011-ci ildə 19 milyard dollarlıq Azərbaycana gəlir verib. Ondan sonra Şah dəniz 237 milyard dollarlıq gəlir verib. Sonra isə artıq deməli Kirov dağıdır, Binəqədidir, Suraxanıdır, Neftçaladır, Bahardır, Zırdır, Kürsəngi, Qarabağ yataqlarıdır. Hamısını bir yerdə toplayanda, hamısının bir yerdə verdikləri 70 milyon dollara çatmır. Dolayısıyla 19 milyarddan artıq da 2011-ci ildə Dövlət Neft Fondunun o mənfəət neftindən daxil olmalardır. Bu bir daha onu göstərir ki, daxil olmalar əsas etibarilə baş verib yalnız bir layihə üzrə. 97,6% mənfəət neftindən daxil olmalar hesabına baş veribdir. Və o da əsasən bir layihədən daxil olmalardır. Burada məsələn bizim vəsaitlərin idarə edilməsindən gəlirlərimiz 2000... Amma bu neft fondu ilə əlaqəli. Bəli. Burada Azərbaycan Dövlət Neft Şirkətindən söhbət gedir. 96, 95, 97 son illərdə yəni bu aradadır. Neft fondunun deyək ki, gəlirlərinin böyük qismi məhz o mənfəət neftinin satışından əldə olunan... Bunun üzərinə gələ bilərik Dövlət Neft Şirkətinin öz istismarında olan... Bəli, Dövlət Neft Şirkətinin öz istismarında olan digər yataqlar da var. Ancaq hələlik, belə deyək də, hasilatın mühüm hissəsi ABŞ tərəfindən aparılır, beynəlxalq əməliyyat şirkəti tərəfindən aparılır. Diqqəti çəkən bir məqam da ondan ibarətdir ki, biz deməli neft gəlirlərinin idarə edilməsindən 2011-ci ildə 224,8 milyon dollar vəsait qazanmışıq və bu da orta illik göstəricisi faiz dərəcəsinə çevriləndə 0,83%-dir. Və neft gəlirlərinin idarə edilməsindən daxil olmalar da, ümumi daxil olmalarda cəmisi 1,1% təşkil edir. Təbii ki, indi vəziyyət necədir? Neft gəlirlərindən böyük idarə etmədən böyük vəsaitlər daxil olmalı. Yəni bu demək olar ki, kiçik rəqəm və belə azalan rəqəm. Və bu da ona görə necə deyim, belə biz nəticə əldə edirik ki, risksiz, minimum riskli siyasət aparırıq. Neft gəlirlərinin idarə olunması. Konservativ siyasət bu 2011-ci ildə. 2011, amma indi müəyyən bir dəyişikliklər. 2012-dən açıqlanmasa da strategiya bir sənəd olaraq elan olundu ki, artıq yeni strategiyası təsdiqlənib demək. Yəni proqnozlarla deyə bilərəm ki, növbəti illərdə bu mənbədən daxil olmaların artımı gözlənilir. Çünki növbəti ildə neft fondunun hesablamalarına görə məhz fondun deməli vəsaitin idarə olunmasından gəlirlər 2000 söhbət gedir 13-cü ildə, o olacaq 456, yəni indiki məbləğdən ən az 2 dəfə çox. Ondan sonra isə 2015-ci ildə 641,8 milyon dollara kimi artım proqnozlaşdırılır. İndi proqnozlar bilirsiniz ki, nə dərəcədə dünya iqtisadiyyatında baş verəcək proseslərdən asılıdır. Bunu faiz kimi gəlirliyə çevirəndə, çünki aktivlər də artacaq eyni dövrdə. Bəli, aktivlər də artacaq. Aktivlər də artandan sonra, bəli, icralarda dəyişiklik də faiz olaraq gəlirlik o qədər də artmasın. Ancaq istənilən halda mən qısa şəkildə orada qeyd edeyim.
Dövlət Neft Fondunun həddən artıq mühafizəkar siyasət yeridilməsini ekspertlər olaraq həmişə demişik və Milli Büdcə qrupunda bir çox sənədlərində bu var idi. Və təbii ki, bunu Dövlət Neft Fondunun özündən də görürdülər və strategiya dəyişdi. Deyək ki, daha aqressiv bir siyasətə keçirildi. Amma burada bir sıra risklər hələ də qalır. O bayaq qeyd olundu. Ümumiyyətlə investisiya portfelinin hələ də ən az 60%-i Avrozon ölkələrindədir. Yəni, bu istənilən halda bir regional çevik bir siyasət yürüdülə bilmir. Eyni zamanda... Amma çevik bu sahədə siyasəti yürütmək ümumiyyətlə mümkündür. Yəni, bu obyektiv danışaq. Belə deyək də, bunu yürüdən ölkələr var, nümunələr var, Norveç nümunəsi var. Yəni, həddən artıq böyük gəlirliyə maliklər. Sadəcə olaraq bunun üçün... Onlar düzdür, çox riskli siyasət aparır və biz 2008-ci ildə nəyi müşahidə etdik? Birdən-birə bir 300 milyard dollar itkilərə, amma sonra düzdür, onu bərk olundu. 2009-cu ildə çox maraqlıdır. Yəni, bunu bizim Dövlət Neft Fondunun rəsmi məlumat edir. 2008-də böhran əsas dövründə dünyada ən çox itirən fondlardan biri Norveç fondu oldu. Amma heç kim demək ki, 2009-cu ildə bu itkinin artıqlaması ilə kompensasiya. Ancaq bir şey var ki, Norveç fondu 7.000-8.000 müxtəlif şirkətdə səhmdardır. Bunu idarə etməyin böyük bir idarə etmə təcrübəsi və kapasitəsi tələb edir. Azərbaycanda bu yoxdur. Bunu etiraf eləmək lazımdır. Dövlət Neft Fondunda bu yoxdur. Yəni bunu etiraf etmək lazımdır. Səbəbi nədir? Səbəbi həmin o konservativ yanaşmadır ki, hələ ki hökm sürür. İnsan resurslarını mütləq qeyd etmək lazımdır. Norveç fondu insan resursları məsələsini necə həll edir? Mən səhv etmirəmsə, yəni 1-2 il öncə Norveç fondunu idarə edən 16 kifayət qədər dünyada tanınmış investisiya şirkətləri həyata keçirir. Onların idarəçiliyinə verir. Onların idarəçiliyinə verir. Bu müxtəlif və sizə deyim ki, daha maraqlı təcrübələr var. Təsəvvür edin ki, sadəcə burada söhbət bir etirafdan gedir ki, bəli, biz bunu kifayət qədər effektiv idarə edə bilmirik və burada kapasitə gücləndirilməlidir. Timor-Leste kiçik bir neft ölkəsidir və onların da fondu var, analoji bir fondu. Onlar fondlarının idarə heyətinə Norveç fondundan mütəxəssisləri daxil ediblər. Yəni, təbii ki, davamlı yox. Yəni, müəyyən bir keçid dövrü üçün ki, bir təcrübə öyrənilsin ki, bunlar necə olur ki, eyni vaxtda 7.000 müxtəlif şirkətdəki o səhmləri idarə edə bilirlər, proqnozlaşdıra bilirlər və bir il itki olsa da növbəti il mütləq onu kompensasiya edə bilirlər. Və daha sonraki məsələ, qızıla investisiya, bu bizim də bütün sənədlərimizdə Milli Büdcə qrupu olaraq vardır ki, səhmlərə investisiya, qızıla investisiya, daşınmaz əmlak investisiya olsun. Amma qızıla investisiya nə vaxt oldu? Qızılın qiyməti pik həddə çatanda oldu. Yəni, bir neçə il əvvəl daha uzaq görən addım atsaydıq, 2 dəfə, 3 dəfə qızılın unsiyası ucuz olanda bu ehtiyatları alardıq. Biz alırıq daha, elə bilin ki, o bazar doyma nöqtəsinə çatanda. Yeganə burada əsas ümidverici məqam daşınmaz əmlak investisiya ilə bağlıdır. Çünki Avrozonadakı böhran bu zonada daşınmaz əmlak qiymətlərini yəqin ki, daha da ucuzlaşdıracaq və Dövlət Neft Fondu bundan istifadə edir. Bu qeydlərdən nəticə, hansı nəticə çıxır? Yəni, idarə edilməsi. Yəni, idarə edilməsi ilə bağlı indi hər halda daha böyük sərbəstlik mi verilməlidir neft fonduna? Çevik qərarlar olmalıdır. Məsələn, bildiyimiz qədər bizdə neft gəlirləri hansı ki, idarə etməyə verilibdir. Onun təxminən 34%-i bir ilə qədər olan kontraktlarlandır. Bu o deməkdir ki, bir il ərzində müəyyən qərarlar əsaslandırıb, bu prosesin heç olmasa bir 1/3-ni dəyişmə imkanları var. Yəni, mən hesab edirəm ki, o da düzgün yanaşma olubdur ki, uzun müddətli dövrdə idarəçilikdən söhbət getmir. Amma gəlin trayektoriya baxaq da, deyək ki, 2007-ci ildə ən yüksək gəlirlik olubdur, 4,5%, sonra isə 3,8%, 3,3%, 2010-da 1%, 2011-ci ildə 0,8%. İndi biz belə üzə aşağı gedirik. Təbii ki, bizim bu dəqiqə ən çox narahat edən məqamlardan biri ondan ibarətdir ki, bir tərəfdən xərcləmələrin ümumi yekunda payı çoxdur. Bayaq dedik ki, 54,6%-dir. Digər tərəfdən isə gəlirlər faizlik dərəcəsi, yəni investisiya portfelinin gəlirliyi azalır. Deməli, o deməkdir ki, bayaq mən bir rəqəm dedim ki, 12,2 milyard orta göstəricidir. Azəri Çıraq Günəşli yatağı üçün yaxın 12 ilin göstərisinə görə. Və növbəti il üçün proqnozlaşdırmışıq biz 12 milyard Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer. 2013-də proqnoz belədir. Əgər həmin rəqəmi əsas götürsək, düz ola bilər ki, o getdikcə azalsın. Həmin rəqəmi əsas götürsək, belə çıxır ki, 10 ilə bizim orta hesabla qazandıqlarımızı dövlət büdcəsi vasitəsilə biz xərcləyə bilərik. Və bu da təbii ki, neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsü məsələsinə. Çox təhlükəli bir tendensiya ola bilər bu.
Yəni bu dövrdə biz, Məhəmməd bəy də qeyd etdi, qeyri-neft sektorunun payını mümkün qədər artırmalıyıq ki, bu xərcləmələrin o yığılanlar xərclənməsin. Keyfiyyəti bizi narahat. İki əsas xərcləmələrlə bağlı problem var. Biri xərcləmələrin artıqlığıdır. Yəni həddindən çox xərcləmələrə gedirik. Bəzən deyək ki, bir layihə üçün, bir proqram üçün lazım olandan da çox vəsait xərclənir. Layihələrin işlədilməsi prosesi gedir. Bu xərcləmələrin artıqlığına gətirib çıxarır. İkincisi xərcləmələrin keyfiyyəti məsələsidir. Keyfiyyətdə isə iki faktor var. Bir səmərə məsələsi, bir də şəffaflıq məsələsi. Bu səmərəliliyi, o artıqlığı azaltmaq, səmərəliliyi artırmaq üçün nə etmək lazım? İlk növbədə qaydalar olmalıdır. Mən düşünürəm ki, ən azı biz bilməliyik ki, məsələn, indiki portfeldən çıxış eləyərək, növbəti illərdə bizim ümumiyyətlə xərcləmələrin səviyyəsi nə qədər olmalıdır? Yəni, Norveç kimi biz də bir müəyyən bir limit qoymalıyıq. Mən düşünürəm ki, bəli, qaydalar olmalıdır. Məsələn, dövlət, deyək ki, Beynəlxalq Valyuta Fondu təklif edib ki, 2018-ci ildə qeyri-neft büdcə kəsirinin, qeyri-neft ümumdaxili məhsulda payını 20%-ə qədər azaldaq. Hal-hazırda bu göstərici 40%-dən çoxdur. Yəni, bu deməkdir ki, biz xərcləmələrimizi, hələ büdcənin xərcləri indiki səviyyədə qalsa 2 dəfə azaltmalıyıq. Və düşünürəm ki, bu əlavə problemlər yarada biləcək yəqin ki, ən azı məcbur olacaq ki, daha çox borc almalara gedək. Çünki xərcləmələri iki əsas mənbələrdən biz kompensasiya edə biləcəyik xərcləmələrin azaldılmasını. Biri qeyri-neft sektorunun deyək ki, yaradacaq əlavə dəyər hesabına, ikincisi isə ola bilər ki, biz tam şəkildə bunu oradan maliyyələşdirə bilməsək, məcburuz ki, daha çox borc almaya gedək. Mənə elə gəlir ki, məsələn, indi siz burada təbii ki, təsdiq edə bilərsiniz, bu sadə bir şeydir. Burada ən vacib məsələlərdən biri qaydalar yaratmaq və eyni zamanda həmin o qeyri-neft sektorunun potensialı hesabına xərcləmələrin azalmasından olan itkiləri kompensasiya eləmək lazımdır. Bir də ki, mövcud qaydalara da biz əməl eləməliyik. Çünki həqiqətən də müəyyən qanunverici baza var, müəyyən normativ baza var, amma bəzən görürsən ki, ona biz əməl eləmirik. Məsələn, biz keçən dəfə də dedik ki, Dövlət Neft Fondunun büdcəsinə mən ehtiyac görmürəm. Şəxsən bunu dəfələrlə biz əsaslandırmışıq. Nəyə görə Dövlət Neft Fondundan strateji layihələr maliyyələşdirilməlidir, investisiya layihələri maliyyələşdirilməlidir? Məsələn, biri çox müəmmalı və mübahisəli bir layihə var idi. Hamısı yəqin ki, büdcədən maliyyələşdirilsin. Çox yaxşı olar ki, büdcədən maliyyələşdirilsin və Dövlət Neft Fondu əsas işini fokuslaşdırsın. Bax, bu investisiya siyasəti ilə bağlı, investisiya portfeli ilə bağlı və Dövlət Neft Fondunun büdcəsi sadəcə olaraq Dövlət Neft Fondunun idarə edilməsi və saxlanması ilə bağlı smeta xərclərindən ibarət olsun. Yəni, o büdcəni artıq ola bilər ki, müəyyən vaxtlarda... Yəni, siyasət burada dəyişməlidir. Dəyişməlidir, Sabit bəy. Müəyyən vaxtlarda siz də bilirsiniz ki, BTC ilə bağlı hökumətin öhdəliyi var idi. Deyək ki, Qarsa-Xalqalaki və Tiflis-Bakı dəmir yol xətti ilə bağlı hökumətin öhdəlikləri var idi və Azəri-Çıraq-Günəşlidə müəyyən öhdəliklər vardı. Bunu bu büdcə hesabına biz artıq məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırması ilə bağlı bunun hesabını elədik. Amma indi həqiqətən də Dövlət Neft Fondunun büdcə siyasəti dəyişməlidir. Yəni, büdcə artıq deməli, dövlət büdcəsinin tərkibində olmalıdır. Məsələn, bu qayda da dəyişməlidir. Yalnız mən demirəm ki, limit qoyulmalıdır. Təbii ki, müəyyən limitlər də olmalıdır və biz çalışmalıyıq ki, ən azı növbəti dövrdəki gəlirlərimizi qiymətləndirək və ona elə yanaşma ilə investisiya siyasəti, idarə etmə siyasəti həyata keçirək ki, müəyyən dövrdən sonra həqiqətən də nəsillər də, növbəti nəsillər də, indiki gənc nəsil də bundan bəhrələnə bilsin. Məsələn, bizim neft və qaz gəlirlərinin uzun müddətli istifadə strategiyasında yazılıbdır ki, neft gəlirlərin pik dövründə 25% ən azı yığıma getməlidir və bu illəri proqnoza görə daxil olan neft gəlirlərin 78% xərclənəcək. Nədən biz qaydalara əməl eləmirik? Nədən biz orada göstərildiyi kimi... dəyişmək vaxtı. Bəli. Hörmətli tamaşaçılar, mən vaxtımız yekunlaşmaq üzrədir. Mən istərdim bir daha iştirakçılara, qonaqlarımıza təşəkkürümüzü bildirim. Bu verilişin sponsoru olan Açıq Cəmiyyət İnstitutu və Gəlirlərə Nəzarət İnstitutu, onlara təşəkkürümüzü bildirim. Və son qeydlər olaraq demək, nələri bir də qeyd etmək istərdim. Neft gəlirləri məsələsi hamımızın marağında olan bir məsələdir. Yəni, bu məsələdə biz hamımız diqqətli olmalıyıq. Yəni, daima bizim... Yəni, burada
gözləmək çətindir ki, hər bir vətəndaş bu sahədə lazım olan marağı göstərsin. Amma kifayət qədər deyək ki, vətəndaş cəmiyyətimizin marağı artmalı. Çünki burada bu gün səslənən təkliflər kifayət qədər ciddi təkliflərdir. Yəni, təklif olunanlar da institusional dəyişmələrdir, qanunvericilikdə müəyyən dəyişikliklər aparılmalıdır, təkmilləşdirmələr aparılmalıdır ki, neft gəlirlərin idarə olunması daha səmərəli olsun və bunun da nəticəsi olaraq hamımızın, ölkəmizin rifahı artacaq, əhalinin rifahı artacaq və iqtisadiyyatımız da daha yüksək zirvələrə qalxa biləcək. Yeni görüşlərə qədər sağ olun.